Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Gündəm yenə qaynayır. Maaş artımları ilə bağlı mühüm açıqlama verildi. Hamının gözü indi faizdədir. Digər tərəfdən erməni blogerdən rəsmi Bakıya diqqət çəkən müraciət gəldi. Təcili xəbərlərdə isə şok hadisələr, İradə Quliyevanın qətli və qatillə bağlı sensasyon detallar, eləcə də bir ölkədə müdafiə nazirinin öldürülməsi dünya gündəmini silkələdi. Fikirlərinizi rey bölməsində bildirməyi unutmayın. Ətraflı məlumat üçün bizi izləyin. Minimum əmək haqqının artırılması dövlətin sosial rifahı yüksəltmək istiqamətində atdığı strateji addımlardan biridir. Bu qərar aşağı gəlirli təbəqənin alıcılıq qabiliyyətini artırmaqla yanaşı, əmək bazarındakı balanslara da birbaşa təsir göstərir. Lakin iqtisadi müstəvidə bu artım birmənalı qarşılanmır və həm müsbət, həm də riskli tərəfləri ilə diqqət çəkir. Xüsusilə özəl sektorun maliyyə yükünün artması sahibkarları yeni idarəetmə modelləri axtarmağa sövq edir. Bu proses kölgə iqtisadiyyatının daralması və ya əksinə qeyri-formal məşğulluğun artması ehtimallarını gündəmə gətirir. Belə bir həssas məqamda artımın iqtisadi səmərəliliyini təmin etmək üçün kompleks yanaşma tələb olunur. Nojomen xəbər verir ki, iqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat Azı açıqlamasında minimum əmək haqqının artırılması məsələsinə yanaşmanın onun nə qədər və hansı tempdə artırılmasından asılı olduğunu bildirib. Bu dəyişiklik təkcə dövlət sektoru ilə məhdudlaşmır. Eyni zamanda özəl sektorda da əmək haqqı strukturuna təsir göstərir. Özəl sektorun inkişaf səviyyəsi əmək bazarının formalaşmasında həlledici rol oynayır. Əgər biznes mühiti sağlam və rəqabətli inkişaf edirsə, işçi tələbi artır və bu da təbii olaraq əmək haqqı səviyyələrinin yüksəlməsinə gətirib çıxarır. Yəni bazar mexanizmi özü əmək haqqını tənzimləyir. İşçi çatışmazlığı yarananda maaşlar artır. İşçi çoxluğu olduqda isə sabitləşir. Özəl sektor yalnız real gəlir və satış hesabına xərclərini qarşılayır. Buna görə də əmək haqqı artımı iqtisadi imkanlara uyğun olmalıdır. Əks halda bizneslərin yükü artaraq onların fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan minimal əmək haqqının artırılması sosial baxımdan vacib olsa da, onun sürətli və kəskin şəkildə artırılması risklər yarada bilər. Belə hallarda işsizlik artımı, bəzi sahibkarların xərcləri azaltmaq üçün ixtisarlar etməsi və hətta kölgə iqtisadiyyatına meyl etməsi ehtimal olunur. Digər tərəfdən, minimal əmək haqqının artırılması müsbət təsirlər də yaradır. Xüsusilə əmək haqqının rəsmiləşdirilməsinə təkan verir və işçilərin hüquqlarının qorunmasını gücləndirir. Çünki işə götürənlər qanunla müəyyən edilən minimumdan aşağı maaş vermək imkanını itirirlər. Bu da ümumi əmək bazarında şəffaflığı artırır. O qeyd edib ki, əmək haqqı siyasətində balans vacibdir. Kəskin artımlar yalnız sosial məqsədlərlə deyil, həm də iqtisadi dayanıqlıq nəzərə alınaraq həyata keçirilməlidir. Çünki əmək haqqı xərci də müəssisələrin əsas xərclərindən biridir və bu artım qiymətlərə təsir edərək inflyasiya təzyiqi yarada bilər. İqtisadiyyatın qeyri-neft sektoru inkişaf etdikcə, ixrac gücləndikcə və biznes mühiti rəqabətli olduqca, əmək haqqları da təbii şəkildə yüksəlir. Yanvar ayında Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçaturyan bu ölkənin sabiq prezidenti Robert Köçəryanla görüşüb. Nojoment az xəbər verir ki, onların görüşü Köçəryanın Ermənistan blokunun rəhbəri kimi Masis rayonuna səfəri zamanı baş tutub. Xocalı qatili səfər zamanı onun görüşünə gəlmiş soyqırımı cəlladının əlini sıxıb erməni bloger Natali Aleksanyan onların görüşünü sərt tənqid edib və Xaçaturyan barəsində ağır ifadələr işlədib. Vaqif Xaçaturyan, Azərbaycanın ümumiyyətlə buraxmamalı olduğu bir əclafdır. Nikol Paşinyanın sayəsində o Ermənistandadır və Robert Köçəryanla əl sıxır. Azərbaycan dövlətinə müraciət edirəm, xahiş edirəm, qalanlarını buraxmayın, onlar Ermənistan Respublikasının düşmənləridir. Xatırladaq ki, yanvar ayının 14-də Bakıda həbsdə olan Vaqif Xaçaturyan və digər 3 erməni Azərbaycan tərəfindən Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib.
Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində sözün əsl mənasında soyqırımı törədib. 1-ci Qarabağ müharibəsində iştirak etmiş Təmraz Məmmədov hələ məhkəmədə Vaqif Xaçaturyana yaxınlaşaraq "Vaqif, tanıdın məni, evə limonka atmışdın" demişdi. Məhkəmədə zərər çəkmiş Məhəmməd Kazımov isə bildirmişdi ki, Xaçaturyan milliyyətçi olması və türklərə nifrət etməsi ilə tanınıb. Qaron adlı restoranın qarşısında 20 nəfərə yaxın erməni ilə mübahisə etdiyimizə görə Xankəndi şəhər polis idarəsinə aparıldı. Xankəndi avtobazasında sürücü işləmiş Xaçaturyan tanımadığım 5 nəfər mülki geyimli şəxslə otağa daxil olub bizi döyməyə başladılar. Vaqif bizi döyən zaman "Siz Azərbaycanlıların kökünü kəsmək lazımdır" ifadəsini tez-tez işlədirdi. Beləliklə, Vaqif Xaçaturyanın üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər Azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər Azərbaycanlını isə qanuni yaşadıkları yerdən didərgin salıb. Gürcüstanın paytaxtı Tiflisdə 37 yaşlı Azərbaycanlı turist İradə Quliyeva qətlə yetirilib. Nocoment az xəbər verir ki, 2 gün əvvəl Tiflisin Mqaloblişvili küçəsində baş vermiş hadisə ilə bağlı aparılan araşdırmalarda yeni faktlar ortaya çıxıb. İttiham tərəfinin versiyasına görə hadisəni törətməkdə təqsirləndirilən İveri Elyava Qurbanı ilə əvvəlcədən tanış olmayıb. Onlar sosial şəbəkələr vasitəsilə tanış olduqdan sonra kişi görüş təyin edib. Prokurorun bildirdiyinə görə təqsirləndirilən şəxs qumar asıllığından əziyyət çəkib və bu səbəbdən ciddi maliyyə çətinlikləri, o cümlədən iri məbləğdə bank borcları olub. O, maddi vəsait əldə etmək məqsədilə Quliyevanı öldürmək qərarına gəlib. İstintaq materiallarına əsasən Elyava qadına boyun və boğaz nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirib və zərər çəkmiş hadisə yerində dünyasını dəyişib. O, cinayəti törətdikdən sonra yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub. Təqsirləndirilən şəxs cinayət aləti olan bıçağı, eləcə də qurbanın mobil telefonlarını və pasportunu polisə təqdim edib. Məhz həmin sənəd əsasında qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. İlkin dindirmə zamanı cinayəti etiraf edən və motivi ətraflı izah edən Elyava məhkəmə prosesində mövqeyini dəyişib. O, hazırda susmaq hüququndan istifadə edir və ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Müdafiə tərəfi isə ittihamın versiyası ilə razılaşmır. Vəkil Zaza Boğaçice'nin sözlərinə görə hadisə yerində mübahisə və dava baş verib. Müdafiə tərəfi prokurorluğun cinayəti tamah məqsədilə adam öldürmə kimi qiymətləndirməsinə etiraz edir və qətlin əsl səbəbinin aydınlaşdırılması üçün əlavə istintaq hərəkətlərinin keçirilməsini tələb edir. Qeyd edək ki, turizm məqsədilə Gürcüstan paytaxtına gedən 37 yaşlı Quliyeva orada kirayə mənzildə qalırmış. Mali Müdafiə Naziri Sadio Kamara qətlə yetirilib. Nocoment az xəbər verir ki, bu barədə Jeune Afrique jurnalı məlumat yayıb. Qeyd edilib ki, Müdafiə Naziri aprelin 25-də Katı hərbi bazasındakı iqamətgahı yaxınlığında partlayıcı yüklü yük avtomobilinin partladılması nəticəsində ölüb. Hələ ki, Sadio Kamara'nın ölümü barədə rəsmi açıqlama verilməyib.